Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanan sonuncu məlumatda göstərilir ki, qızılın troy ünsiyasının qiyməti 7705,5 manat müəyyən olunub. Yenavaz.com xəbər verir ki, qızılın qiyməti bu ilin yanvar ayının 29-da Azərbaycanda tarixi maksimuma çatıb. Belə ki, həmin tarixdə Mərkəzi Bank 1 qram qızılın qiymətinin 304,7 manat olduğunu açıqlamışdı. Son 16 il ərzində qızılın qiyməti 10,5 dəfə artıb. Müqayisə üçün qeyd edək ki, 16 il əvvəl 2010-cu ilin əvvəlində Azərbaycanda qızılın 1 qramı 29 manat olub. Qeyd edək ki, sürətli bahalaşma təkcə qızılın Mərkəzi Bank tərəfindən müəyyən edilən qiymətində müşahidə olunmur. Zərgərlik dükanlarında satılan və qızıldan hazırlanan zinət əşyalarının qiyməti də sürətlə bahalaşır. Nümunə üçün bildirək ki, 14 il əvvəl 2013-cü ilin mart ayında zərgərlik dükanlarında satılan 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 230 manat olduğu halda, bu ilin mart ayında 1176,8 manat olub. Məlumat üçün bildirək ki, 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün son 14 ildəki qiyməti bu şəkildə olub.